Əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Ədəbi portretlər verilişini sizə mən Elşad Əliyev təqdim edirəm. Həmsöhbətim Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adlı Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Doçent Zəkillah Bayramlıdır. Zəkillah müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm. Əziz tamaşaçılar, əziz dinləyicilər, bugün Füzuli haqqında söhbət eləyəcəyik. Bugün Zəkillah müəllim Füzuli, yəni əvvəlki qonaqlarla da olduğu kimi həyatından başlayaq. Görək hansı ailədə doğulub, necə ailədə doğulub. Tamaşaçılarımızı da mən də salamlayıram. Sağ olun dəvətinizə görə. Məhəmməd Süleymanoğlu Füzuli 1494-cü ildə anadan olub. Yəni bu cür ədəbiyyat tarixlərimizdə bu cür qəbul olunub. 1556-cı ildə Kərbəlada dünyasını dəyişib və orada da dəfn olunub. Allah rəhmət eləsin hamısına. Bütün böyük şəxsiyyətlərimizə, şairlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Füzuli, mən bir dəfə də toxunmuşdum Səfəd Nəsimidən danışanda. Füzulini bizim alimlərimiz çox gəncləşdirib. Füzuli təxminən 1480-85-ci illər arasında anadan olub. Yəni bu bir çox Azərbaycan və Türkiyəli tanınmış Füzulişünas alimlər tərəfindən. Onda Sultan Süleymanla eyni vaxtda doğulmuşuq, Xətai ilə eyni vaxtda doğulmuş sahibləri idi biz bunu. Sultan Süleymanla mən 94 deyəndə Sultan Süleyman olur, 86 deyəndə də şeylə. Elə mən son bir ədəbiyyat tariximizdə mən 1484 yazmışam. Xətai ilə eyni vaxta salmışdı onda. Yəni onda bir 10 il qabağa çəkirik. Füzulinin də doğum tarixi az dəyişir də, yəni axırı 4 ilə qurtardığına görə. Çünki bir çox tanınmış alimlər əsərlərindən gətirilən faktlarla əlaqədar olaraq əlaqələndirərək deyirlər ki, Füzuli 1480-85-ci illər arasında doğulub. O da nəyə görə Bəngübadəni Şah İsmail Xətaiyə həsr eləyib. Yəni Şah İsmail Xətai artıq bir hökmdar kimi tanınanda, Səfəvilər dövlətinin qurandan sonra bu poema buna yazıla bilərdi. Təbii ki. 1502-ci ildə dövlət qurulubsa, 1513-cü ildə Çaldıran döyüşü olubsa, 1514-də Çaldıran döyüşü olubsa, Füzuli bu dövrlər arasında 17-18 yaşında belə bir şey yaza bilməzdi də, təbii ki. Heç 17-15 yaş eləmir. 94 sayında elə olur da. Təxminən Füzuli 1500-dən 1514-cü il, 1513-cü ilə qədər, 12-ci ilə qədər bu poemanı yazıb qurtarmalıydı. Poema da Elşad müəllim çox mükəmməl bir poemadır. Füzulinin ilk iri həcmli məsnəvi tərzində yazılmış poemasıdır. Bəngübadə, Bəng və Badə. Allegorik dildə çox gözəl bir əsərdir. Bunu yazmaq üçün Füzulinin heç olmasa 25 yaşı olmalıydı. Heç olmasa 20-25 yaşı olmalıydı. Onda da hesablayanda elə təxminən 1480-85-ci illərə gəlib düşür. Yəni Sovet dövründə qəribə bir ənənə olub. Bizim klassik şairlərin hamısını nəsə gəncləşdirmək, cavanlaşdırmaq. Yaxşı gəncləşdirib mənbələrə baxmırdılar ki, özlərindən tarix uydururlar bunlara. Amma qəribədir ki, Elşad müəllim, Füzuli bax bu təvəllüd tarixi, doğum tarixi arasında görən rəssamlar Sovet dövründə olmuş rəssamlar. Amma qoca çəkiblər onu. Çox qoca, müdrik, beli bükülmüş bir şair. O da bir rəmzidir də onda. O da. Yəni bunlar da elə belə bunu demir. Çünki yazılarından görürsən ki, cavan beyindən məhsulu deyil bunlar. Dünya görmüş bir insanın Füzuli ayrı-ayrı qəzəllərin əsərlərini gətirəcəyim. Misallar əsasında toxunacağım ki, məsələn, könül yetdi əcəl, zövq-i rixü dildar yetməzmi? Ağardı muisər, sevdayı zülfiyar yetməzmi? Yetirdi başını gərdun ayağa bari möhnətdən, xəyali həlqi giysuyi əmbərbar yetməzmi? Yetirdi başını gərdun ayağa bari möhnət. Gərdun fələk sənin başını ayağına gətirdi. Yəni belin büküldü. Bu 63 yaşında. Yəni 2 qatdadır da sən. 2 qatdadır. 63 yaşında adam bunu deyə bilər. Heç vaxt məncə deməz belə bir adam. Ən azı 70, 75, 80, 85 yaşında adam deyə bilərdi. Taunda həmin dövrdə yayılıb özür istəyirəm, 1556-cı ildə Taunda ən çox uşaqları, qoca yaşlı adamları aparırdı. Füzuli də qoca yaşında olub, elə təxminən 80
80 neçə yaşında olub və taun xəstəliyinə qapılıb, dünyasını dəyişib. Başqa bir yerdə deyir ki, ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni vaxtidir çıxmağa dünya qapısından əyilin. Yəni ki, ora köçməyin vaxtı gəlib də. Qəddimizi fələk iki büktü, yenə həmin söz deyir. Qəddimizi fələk Yəni iki qocaldı büktü. bəldən düşdüm də. Dünyanın qapısından, alçaq olan dünyanın qapısından keçmək üçün bizi əydi ki, əyilin keçin. Gözəl. Belə Təşbih. gözəldir. Belə misralar, belə beyitlər, belə işarələr Füzulidə çoxdur. Füzuli əsərlərində. Ona görə Füzuli uzun bir ömür yaşayıb 80-85 yaşında dünyasını dəyişib. Deyilənə görə atası Süleyman kişi bugünkü Azərbaycan ərazisindən İraq ərazisinə səyahət edən, yəqin o müqəddəs ziyarətgahlara gedib ziyarət edən və orada sonra da məskən salıb orada yaşayan ailələrdən biri olub. Hətta Azərbaycanın Ərəş bölgəsindən, təxminən bugünkü Göyçay, Ağsu bölgəsindən, bizim Ağcabədinin Boyat kəndi ərazisindən, bugün də Ağcabəddə Boyat kəndi var. Ən çox da elə Ağcabədinin Boyat kəndi üzərində dayanırlar. Hətta orada bir balaca büstü də qoyulub bu kənddə 94-cü illərdə. Atası Süleyman kişi buradan ora səyahət edib, ziyarət edib və oralarda da məskən salıb qalıb. Füzulidə orada doğulub. Füzuli çünki özü də deyir ki, doğulduğum və yaşadığım yer İraq-ı Ərəbdir ki, sultanların kölgəsindən uzaq və sakinlərinin şuursuzluğu üzündən xərabə qalmış bir ölkədir. Fars divanının dibacəsində öz sözləridir bunu. Həmid Araslı rəhmətlik belə gözəl tərcümə eləyib. Yaşadığım və doğulduğum və yaşadığım yer İraq-ı Ərəbdir. Və orada da Kərbəlanı ən çox deyir ki, deyir mən ey məskənim üçün ey Füzuli məskənim üçün məskənim üçün Kərbəladır şeirimin hörməti hər yerdə vardır. Xəlq onun müştaqıdır. Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir. Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır. Fars dilində olan bir rübaisinin tərcüməsidir. Daha doğrusu qitəsinin Fars divanının dibacəsində. Tərcümə də qəşəngdir. Tərcümə də qəşəngdir. Yəni belə misralar, belə şeirlər çoxdur Füzulidə. Açıqca İraq-ı Ərəbdə, Bağdad mühitində, hətta mən deyərdim Kərbəlada məhz doğulub boya başa çatdığı bir yerdir. Təhsilin alanda Hillədə, Nəcəfdə, Bağdadda təhsil alıb müəyyən Az da olsa yer dəyişib də. Yer dəyişib, sözsüz İraq Ərəbdə yerini dəyişib. Deyir ki, İraq Ərəbdən kənara çıxmamışam. Ömrümdə İraq Ərəbdən kənara çıxmamışam. Türkçə divanının dibacəsində deyir. Amma doğulduğu yer Kərbəladır. Öləndə də Kərbəlada torpağa tapşırılıb. Hətta İmam Hüseyin türbəsinin ayağında deyilənə görə. Bir sual vermək istəyirəm. Elə bir dövr idi ki, o dövr, yəni bir hami şərt idi məncə. Yəni dolanmaq üçün, yaşamaq üçün bir hamiyə ehtiyacı var idi. Yəni Füzulinin bu sahədə hamiləri olubmu, olubsa bilinirmi kimlər olub? Yəni onun şikayət elədiyi qəzəlləri var ki, məsəl üçün bir Sultan Süleyman ona kəsir, aylıq kəsir. Bərat 9 ağca. O aylığı da necə, nə ilə bağlı kəsilmişdi? Şiələrdən toplanan pulu idi, nə idi, oradan nəsə ayrılırdı. Sonra necə oldu, onun ləğv olundu? Yəni bunları xahiş edirəm danışasınız. Məmnuniyyətlə. Elşad müəllim, Füzuli dediyim kimi Ərəb İraqından kənara çıxmayıb, amma müsəlman dünyasının çox tanınmış şəxsiyyətləri ilə münasibət saxlayıb, qiyabi şəkildə məktublaşmaları olub, yazışmaları olub, ümumiyyətlə qiyabi şəkildə onlarla polemikalara, müzakirələrə girib. Özü də deyir ki, Füzuli təxəllüsünün seçilməsindən danışır. Deyir, gənc yaşlarımda tez-tez bəzi təxəllüslər xoşuma gəlirdi. Qəzəllərimə müxtəlif təxəllüslər verirdim. Sonra bəyənmirdim. Sabahsı gün başqasını seçirdim filan. Həm də gördüm ki, bu təxəllüsümü başqaları da götürür, başqaları da bəyənir. Şeylərim onun bunun şeyləri içərisində dəyişib düşəcək. Sonra deyir, bir təxəllüs seçdim özümə, Füzuli. Niyə? Çünki Füzuli sözünün bir mənası boşboğaz, naqqal, hər şeyə qarışan, çox danışan, hər işə qarışan. Bunu götürdüm. Bildim ki, bunu hər kəs götürməyəcək bu təxəllüsü. Heç kim bəyənib götürməz. Heç kim bəyənib götürməyəcək. Həm də Füzuli sözünün bir fəzl mənası da var. Nəsimdən də danışanda toxunduğumuz kimi fəzl, fəzlullah, həm də fəzl bir elm, bilik,
Füzuli deyir bu hər cəhətdən bu təxəllüs mənə Yəni dilimizdə işlədirik də fəzilət sözü var da. ona görə deyir bu təxəllüs hər cəhətdən mənə uyğun gəldi. Niyə? O məsələ əsas bayaqki məsələyə toxunmaq istəyirəm. Bundan deyir artıq füzulluq, boşboğazlıq, naqqallıq nə ola bilər ki? Ərəb İraqından kənara çıxmaya Yunan filosofları ilə müzakirəyə girirəm. Nə bilim Roma filosofları ilə müzakirəyə girirəm. Şərq filosoflarını, ərəb, fars alimlərin təhlil edirəm. Dini mübahisələr də onun elmi içində. mübahisələrə qoşuluram. Gör necə özünə bəraət qazandırır və Füzuli təxəllüsün seçilməsini əsaslandırır. Yəni Füzuli təxəllüsün seçilməsində bax bu məsələ əsas rol oynayıb. Ətraf aləmin tanınmış adamları ilə, elm adamları ilə, ziyalıları ilə münasibət saxlamağı. Bu adam Sultan Şahzadə Bəyazıdə bir məktubu var. Azərbaycan türkçəsində ərəb-fars tərkibləri ilə, ifadələri ilə doludur. Çətindir, biraz dili ağırdır. Bəyazidin də taleyini bilirsiniz. Bilirəm. Faciəli bir taleyi var adamın. Gedib İran şahına Sığınır Təhmasibə. Təhmasibə sığınıb, oğlu ilə, uşaqları ilə, bütün ailəsi ilə. Bu həmin o ixtilafa qədər ata-bala arasında, qardaşlar arasındakı ixtilafa qədər Bəyazid buna Füzuliyə bir neçə məktub yazıb. Füzulinin də ona bir məktubu var. Bax bizim əlimizdə bu gün Füzulinin Bəyazidə bir məktubu var. Məktubdan belə görünür ki, Bəyazid bir neçə dəfə Füzuliyə məktub yazıb, Füzuli ona axırda bir cavab yazıb. Və görünür ki, Bəyazid də ədəbiyyat sevər bir adamdır, şeir sevər, poeziya sevər bir adamdır. Onun da həqiqətən şeirləri var Bəyazidin. Hətta bir beyti deyir ki, hakimiyyət əlimə keçərsə deyir, dünyanın boynun bir qılıncımla da kəsərəm. Bəyazidin Təhmasibin yanından atasına yazdığı məktublar da nəzmdədir, təbii ki. Ola bilər. Şair təbiətli bir adam olub. Çox da cəngavər olub. Cəngavər təbiətli. Pəhlivan olub. Füzuliyə bir neçə dəfə məktub, Füzuliyə məktublaşmaları olub demək istəyirəm. Füzulinin Çələbiyə məktubu var. Bir çox əsərlərini ilə Sultan Süleymana qiyabi olaraq ünvanlayıb, onun adına bağlayıb. O bir tarixi ədəbi ənənədir, bilirsiniz ki, Şərqdə. Təbii. Əsərləri hansısa tanınmış Ən böyük şəxsiyyətlərdən. nümunəsi Nizami Gəncəvi. Bəli, adlarına bağlamaq bir ənənəsi olub. Sultan Süleymana xeyli qəsidələri var. Hətta deyirlər ki, 1534-cü ildə gəlib Sultan Süleyman Bağdadı alanda orada bəzi mənbələr 4 ay yazır, bəzi mənbələr 6 ay yazır ki, gəlib orada yaşayıb, bir neçə işlər, xeyriyyə işləri görüb, o dini müqəddəs ziyarətgahları təmir elətdirib, su çəkdirib filan, bəzi adamlarla görüşüb, bəzi adamların müəyyən ehtiyaclarını ödəyib. Deyilənə görə Füzuli də onun şəxsən huzurunda bəzi qəsidələrini oxuyub. Füzulinin ən böyük, ən gözəl, şahanə qəsidələrindən bir Sultan Süleymana yazılmış Gül qəsidəsidir. Çıxdı yaşıl pərdədən ərz eylədir rüxsarı gül misrası ilə başlayan bir çox dünyada tanınmış Füzulişünas alimlərin Füzulinin şah əsərlərindən biri kimi tanıdığı, qeyd elədiyi Gül qəsidəsidir. Və Füzuli uzun müddət o dediyimiz ziyarətgahlarda Ətəbat-ı Aliyə deyirlər. Nəcəfdə İmam Əli türbəsində, Həzrət Əli türbəsində və Kərbələdə İmam Hüseyin türbəsində xidmət göstərib, hətta özü 50 sal deyir bir qəsidəsində, farsça olan qəsidəsində 50 il. 50 il orada xidmət göstərdiyin açıq aydın deyir. Deyir burada o qədər işləmişəm, o qədər çalışmışam ki, artıq belim bükülüb. Orada şam yandıran deyirlər. Mən şam yandıran oxumuşam. Şam yandıran bəzi hərə biri nə bilim başmaq. Yəni bu əslində hərfiyyən o şam yandırmaq deyil, müəyyən bir vəzifələri var onun. Bəli. O da o vaxt öz dövrü üçün belə hər adama verilməz bir vəzifə. Təbii ki. Dövrünün tanınmış dindar şəxsiyyətinə, dindar adamların qəbul elədiyi, tanıdığı, hörmət elədiyi, nüfuz sahibi olan bir adama verilərdi. Füzuli də orada xidmət edib. İndi 50 il olmur. Məsələn, bəzi alimlər deyir ki, biraz bu şair mübaliğəsi var burada. Ola da bilər, olmaya da bilər. Olsun 5 il, 10 il artırsın. 30 il, 40 il.
50 Ama deyirsə 50-dir. amma Füzuli o qədər dəqiqdir o məsələlərdə. 50 deyirsə 50-dir. Ay sağ olun. O qədər dəqiqdir o cür məsələlərdə. Nizamül Mülk olub Hindistan şahzadəsi gəlib oranı ziyarət edib. Həmin ona qəsidə yazıb. Bax orada deyir ki 50 il Fars qəsidəsində deyir ki 50 il burada xidmət eləmişəm. Bu ziyarətgahın bu tağları göstərmirsə əgər mənim burada xidmət elədiyim 2 qat bükülmüş qəddim də bir sübutdur. 2 qat bükülmüş qəddim də bir sübutdur bu işə. Nəysə, bütün bu xidmətlərin və qocalıq yaşına çatmağın nəzərə alaraq, özünün də xahişini nəzərə alaraq Sultan Süleyman bu 9 ağça bərat 9 ağça təqaüd təyin edir. Bu haqda bir bərat, yəni sənəd imzalayır. Bəli. Və onu göndərir Füzuliyə. Füzuli o şikayətnamə adı ilə bugün tanınan bir 3-4 səhifəlik bir məktubu var. Demək, nişançı Mustafa Paşaya yazıb. Nişançı da şahın fərmanların o imzalayan, onu gözəl xəttinə yazıb və onu möhürlə imzalayan, möhür basan adam olub. O da bir neçə adam olub. Bu onların başçısı olub. Bu onların başçısı olub. Nişançı Mustafa Paşa. Görünür Füzuliyə şeir sevən, poeziya sevən adam olub. Füzuliyə yaxşı münasibəti olub. Füzuli də sonda bu məktubu ala bilməyəndə, 9 ağçanı ala bilməyəndə həmin o nişançı Paşaya bir məktub yazıb götürüb gedib o övqaf idarəsinə salam verdim, rüşvət deyildir deyə almadılar. Hökmü göstərdim, faydasızdır deyə mültəfit olmadılar. Beyti ilə başlayan o iç halın, ruh halın təsvir edilir o məktubda. Həmin nişançı Paşaya göndərir. Hətta bəzi türk alimlər deyirlər ki, bu şikayətnamə məktubundan sonra və həmin nişançı Mustafa Paşanın bu işə qarışmasından sonra güya Füzuliyə 9 ağça verilib. Amma bu da bir rəvayət olaraq qalır. Yeri gəlmişən onu da deyim ki, başqa bir türk alimi bu 9 ağçanı o vaxtki pul vahidini yəni müqayisədə araşdırıb öyrənib. Bugünkü dillə desək qəpik quruş qədər az olub ha bu pul. Qəpik quruş Axça qədər gümüş az. puldur. Yəni 9 axça nə qədər də az olsa 9 gümüş puldur. Yəni çox az olub da. Ay üçün azdır təbii ki. Simvolik bir ay üçün rəqəm azdır olub. təbii ki. Bu da müəyyən səbəblərlə bağlamaq olar bunu. Füzulinin şiəliyi ilə, özdə qatı şiəliyi ilə, bunu da əsərlərində açıq şəkildə yazmaqla, bildirməklə, dediyim kimi 1534-dən sonra Osmanlı imperiyası oranı almışdı, öz tərkibinə qatmışdı. Orada da bütün hamı sünni idi filan. Amma Füzuli açıq şəkildə öz şiəliyi ilə fəxr eləyən, əhl-i beyt olub, dəfələrlə bunu şeirlərində, qəzəllərində, qəsidələrində açıq şəkildə deyib, deməkdən də çəkinməyib. Bu da hər adama yenə nəsib olan bir cəsarət deyildi. Füzuli buna layiq bir şəxsiyyət idi. Eyni zamanda ən böyük ilk poeması Məsnəvisin Şah İsmail Xətaiyə həsr eləmişdi. Bəlkə biraz Leyli və Məcnundan söz salasınız. Çünki biz Füzulinin mənzum şah əsəri əlbəttə ki Leyli Məcnundur. Leyli və Məcnun poemasıdır. Leyli və Məcnun mövzusunun ədəbiyyat aləminə gətirilməsi Nizaminin adı ilə bağlıdır. Sözsüz ki, Nizamiyə qədər yazanlar da olub, amma qalmayıb əlimizdə. Yəni ortalıqda o barədə böyük bir... Ona hətta ərəblərin Üzrü qəbiləsi, Üzrü adında bir qəbiləsi olub. Leyli və Məcnun dastanının onlara məxsus olduğunu deyənlər də çox. Yox, təbii də onlardan gəlməlidir. Bir də 7-ci əsrdə... Hətta Qeys adında bir şair olub. Deyəcəm sizə, 740 neçənci ildə vəfat edib həmin adam. Qeys bin Mulavva. Bəli. Çox faciəvi bir şəkildə gənc yaşlarında belə deyim sevgisinə çatmadan onunla da bağlayanlar var. Yəni bu mövzu var. Əvvəldən Nizami sadəcə həmin onu Qeysdir. Qeys həmin Qeysdir. Hə, yəni Nizami onu sadəcə görün haralara qaldırdı, hansı fəlsəfi İlk dəfə Nizami onu fars dilində yazdığı Leyli və Məcnun poemasıyla bütün dünyada tanıdıb. Hətta Avropa ədəbiyyatında Romeo və Julietta və sair kimi eşq, məhəbbət dastanlarının çoxu Nizaminin yaxud Füzulinin Leyli və Məcnunundan qidalandığını deyən faktlar var. Bəli. Nizamidən sonra Əlişir Nəvai yazıb siz deyən kimi Cığatay türkçəsində, Özbək türkçəsində. Ondan sonra isə Füzuli yazıb və orada Nizaminin adını çəkir. Bir-iki dəfə onu özünə ustad sayır.
deyir ki, ustad bu mövzunun yazılmasından şikayətlənib. Görün indi mən nələr çəkməliyəm, mənim üçün necə olmalıdır. Füzulinin bütün bu həyatı bioqrafiyası ilə bağlı məsələlərdən sonra onun ədəbiyyat tariximizdə bir şair kimi də misilsiz xidmətləri var. Yəni Füzuli Azərbaycan türkçəsinin, Azərbaycan dilinin, ümumiyyətlə türk dilinin əruza uyğunlaşdırılmasında çox böyük xidmət göstərib. Məşhur bir qitəsi var ki, deyir türk dili bir tikanlı bir bitkiyə bənzəyirdi. Mən onu elə eləyəcəm ki, ondan o tikanlardan gül açılacaq, gül pardaqlanacaq və ona da nail olub həqiqətən. Məsnəvilər yazıb, qəzəllər yazıb, ölməz qəzəllər yazıb Azərbaycan dilində, Azərbaycan türkçəsində, fars dilində. Həqiqət-ü Süyəda adlı dini mənqəbə bir misilsiz əsəri var. Söhbətül Əsmar və s. və ilahi. Leyli Məcnun poeması. Füzuli, Elşad müəllim, demək, bugünkü ədəbiyyatın klassik mənasında şərq ədəbiyyatında tək-tək şairlərdəndir ki, bugünkü ədəbiyyatşünaslıq poetika tələblərinə cavab verən şairdir. Yəni, həm şairdir, həm alimdir, həm tərcüməçidir, həm tənqidçidir, ədəbi tənqidlə məşğul olub. Yəni, mənzum şəkildə də olsa, bu əsərlər haqqında elmi tənqidi fikir söyləyib. Bu, hər şairdə yoxdur. Təbii ki. Hər şairdə yoxdur. Əbdürrəhman Caminin Hədis Ərbəyin 40 hədisini tərcümə edib. Yəni, bugünkü mənada klassik tərcüməçiliklə məşğul olub. Klassik tərcüməçiliklə. Həqiqət-ü Süyadanı tərcümə deyənlər var, onu da tərcümə eləyib. Başqa bir yerdə də deyir ki, sözdən əhli aləmə süfrə açmışam. Əhli aləm, yəni dünya xalqlarına sözdən süfrə açmışam. Bu da elə belə şey deyil, yəni dünya ədəbiyyatında Füzuli doğrudan da özünə məxsus bir ayrıca bir səhifədir. Əziz dinləyicilər, çox təəssüflə bildirirəm ki, vaxtımız sona çatdı. Xatırladım ki, studiyamızın qonağı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, doçent Zəkiyullah Bayramlı idi. Zəkiyullah müəllim, maraqlı söhbətə görə sizə çox təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Gələn həftə eyni gündə, eyni saatda görüşmək ümidi ilə salamat qalın.